Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala khatemen nebiyyin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Amma ba'd. İlk növbədə değerli kardeşler, her birinizi salamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Ve bundan sonra başta böyükler olmakla təbrik edirəm hər birinizi. Allah Subhanahu taala bu məclisi xeyirli etsin, xoşbəxt eləsin. Və Muhammed sallallahu aleyhi ve sellemin etdiyi dua ilə dua edirəm. Barakallahu laka və baraka aleyka və cəmə'a beynəkuma fi xeyr. Allah sizə bərəkət versin, mübarək eləsin və Allah hər ikinizi xeyir üzərində cəm etsin. Allahümme amin. Ve bundan sonra nəsiyyət olarak isterdim ki muhterem şeyhimiz Şeyh Abdullah İbn Abdurrahim el-Buxari Hafizahullah'ın aile hayatı necə möhkəmlənər, necə qorunar, bu barədə onun etdiyi tövsiyeleri sizinle bölüşüm. Değerli kardeşler, bildiğimiz kimi cəmiyyət ailelerden ibarətdir. Ve ailenin temeli de ata ve anadan ibarətdir. Ve eğer o aile ki orada xoşbəxtlik olarsa, o aileden cəmiyyətimizə, vətənimizə xeyirli, salih, sağlam övladlar dünyaya gəlir. Baxırsan ki, o ailə ki orada xoşbəxtlik yoxdur. Əksinə, görürsən ki, oradan psikologiyası yerində olmayan nə qədər övladlar yetişir. Allah korusun. Ona göre de labüddür ki, ilk olarak o cəmiyyət, hansı ki cəmiyyətin təşkilindən ibarət olan ailə, ata və ana Peyğəmbərimizin həyat tərzinə baxsın. Sahabələrin həyat tərzinə baxsın ki, onlar necə ailə həyatı qurublar, öz həyat yoldaşları ilə necə rəftar ediblər. Biz də gərək o cür onların etdiyi kimi edək ki, bizim də ailəmizdə xeyir olsun, bərəkət olsun və cəmiyyətə xeyirli övladlar yetişsin. Və bunlardan inşallah bir mühüm ünsuru inşallah nəzərinizə çatdıracağım. Hansı ki, ailədə olan xoşbəxtliyi bərpa edən, təmin edən səbəblərdən biridir. Onu da şeyh gətirir. Və uca Rəbbimiz buyurur ki, Əuzu billahi mineşşeytanirracim və aşiruhunne bil ma'ruf. Qadınlarınızla xoş rəftar edin. Qadınınla kişinin öz həyat yoldaşı ilə xoş rəftar etməsi ilk olaraq onun Rəbbinin ona etdiyi tövsiyədir. Və aşiruhunne bil ma'ruf. Öz-özlüyündə xoş rəftar bir neçə ünsuru özündə əhatə edir, ehtiva edir. Şeyh onlardan bir neçəsini izah edir, mən də istərdim ki, bilim bölüşüm. Və onlardan biri də değerli böyüklərimiz, qardaşlar, kişinin həyat yoldaşına qarşı səbirli olmasıdır və onda olan qüsurlara göz yummasıdır. Müəyyən şəriətə zidd olmayan hansı ki qüsurlar var, o qüsurları görməməzlikdən gəlməsidir. Bu xoş rəftarın ehtiva etdiyi unsurlardan biridir ki, kişi öz həyat yoldaşının etdiyi xətalara göz yumacaq. Əziz qardaşlar, hər birimiz xəta edirik, hər birimiz səhv edə bilərik. Heç kəs bundan sığortalı deyildir ki, mən səhv etmirəm, mən xəta etmirəm, hər şey məndə əladır. Ona görə də tələb edirəm ki, yoldaşım da heç bir xəta etməsin. Xeyr, sən xətalar etdiyin kimi o da xətalar edir. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, qadın qabırğadan yaradılmışdır və əgər onu düzəltsən, sındıracaqsan, tərk etsən, olduğu kimi bıraxsan, əyri qalacaqdır. Sonra Allah Resulü buyurdu ki, ona görə də onunla mülayim davranın ki, onunla birlikdə yaşaya biləsiniz. Fikir verin, hədis özü şərh edir, açıqlayır.
Necə edə ey Allahın Rəsulu? Mülayim davran. Həyat necə ailə həyatı uzunömürlü olsun, boşanmaların qarşısı alınsın. Necə? Hədis sözü izah edir. Onunla mülayim davranacaqsan, xoş rəftar edəcəksən ki, Allah Rəsulu buyurdu ki, onunla birlikdə yaşaya biləsiniz. Dəyərli qardaşlar, hədisdə fikir verdiniz ki, Allah Rəsulu deyir ki, çox üstünə geçsən, qadın qabırğadan yaranıb, sən onun üzərində çox geçsən, qıracaqsan. Qırmaq nə deməkdir? Elə bu hədis şərhin digər bir hədis İmam Müslim Rahiməllahın səhih əsərində, səhih Müslimdə Allah Rəsulu özü rəvayət edir. Allah Rəsulu buyurur ki, əgər onu düzəltməyə çalışsan, onu qıracaqsan. Yəni, onda olan qüsurları düzəltməyə çalışsan, üstünə çox geçsən, onu qıracaqsan və onun qırılması da nədir? Onun boşanmasıdır. Fikir verin, ifrata varacaqsan, boşanmaya gətirib çıxaracaq. Olduğu kimi bıraxacaqsan, heç nəsiyyət etməyəcəksən, laqiyyət yanaşacaqsan, o qüsurlar, o xətalar onda qalmış olacaq. Odur ki, mülayimliklə orta yolu tutmalısan. Və bununla, yəni mömin olan şəxs anlamalıdır ki, hər bir şey Allah Subhanahu wa Taala'nın təqdiri ilə baş verir. Ola bilər ki, müəyyən bir işdə şər olduğunu düşünərsən, xeyir olmadığını düşünərsən, amma bunda sənin üçün nə qədər xeyirlər olmuş olar. Və dəlil nədir? Nisa surəsi 19-cu ayı. Uca Rəbbimiz mübarək kəlamı Quran-ı Kərimdə buyurur ki, وَآشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللّٰهُ فِيهِ خَيْرًا كَثِيرًا. Qadınlarınızla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, sizin xoşlamadığınız işlərdə nə qədər çoxlu xeyirlər vardır. Sənin Rəbbimiz bizə öyrədir ki, ola bilsin sənin xoşlamadığın bir şeydə nə qədər xeyirlər olmuş olsun. Və hər bir insan, xüsusilə də qadının əri bu nöqsanları, ailədə olan nöqsanları nəzərə almalıdır. Və kişi öz ailəsini təhqir etməməlidir. Bu müsəlman kişiyə yaraşmaz ki, öz zövcəsini təhqir etsin. Eşidirik, görürük. Qadını təhqir edir, atasını təhqir edir, qardaşını təhqir edir. Belə olan ailədə necə mehribanlıqdan danışıla bilər? Necə o ailə xoşbəxt ola bilər ki, sən onun atasını təhqir edirsən, ailəsini təhqir edirsən? Bu dinimizdə qadağan olunmuş bir əməldir. Sələflərin sözünü xatırladım, öz ailənə elə bax ki, o da bir kişinin qızıdır. Öz qızın kimi bax. Sabah nə etmisən, o da qarşına çıxacaq. Sən necə yoldaşınla rəftar etmisənsə, sənin qızınla da elə rəftar edəcəklər. Ən böyük baxırsan səbəblərdən biri budur ki, ailəni təhqir edir, haqlarını vermir, xoş rəftar eləmir, sonra da gətirib çıxarır məhkəmə zallarına. Allah bizi bundan qorusun. Sənin Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləm sənin üçün ən gözəl nümunədir. Bax ona, necə rəftar edir? Sən də o cür rəftar etkin. Yoxsa elə zənn edirsən ki, səndə nöqsan yoxdur. Yoxsa elə zənn edirsən ki, sən xəta etmirsən. Xeyr, hər birimiz xəta edə bilərik. O başqa cür xəta edir, səndə də başqa cür olur. Allaha asi olmayan işlərdə onun etdiyi xətalara göz yummalısan, keçməyə bacarmalısan. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisini xatırlayacağım. Allah Rəsulü buyurur mübarək hədisində, Lə yəfraq mümin müminətən. Mömin kişi, mömin qadına nifrət etməsin. İn kərihə minhə xuluqan, radiyə minhə əxa. Əgər onun bir xasiyyətini bəyənməzsə, xoşlamazsa, digər xasiyyətindən razı qalar, xoşlanar. Və beləcə kişi qadının yaxşı xasiyyətlərini xatırlamalıdır. Əgər onda xoşlamadığın bir şey gördükdə, bu sələflərin yolundandır, sənin sahabənin yolundandır, dəlili izah edəcəyik inşallah. Şeyx dediyi sözlərin dəlilini gətirir. Allah ondan razı olsun.
Əgər xoşlamadığın bir şey gördükdə onun etdiyi yaxşılıqları xatırla. Nə qədər yaxşılıqlar var. Övladına baxır, atana baxır, evini qoruyur, irzini qoruyur. Onları xatırlayacaqsan. Sən yorğun gəlirsən, yeməyini, içməyini, hər şeyi hazır tapırsan. Sən işdə olursan, dəvətdə olursan, övladların tərbiyəsi ilə o məşğul olur. Bütün əsəbi, hər şey o yiyir evdə. Bunları xatırlayacaqsan. O zaman onun etdiyi nöqsana qarşı səndə mülayimlik yaranacaq. Dəlil olaraq Şeyx Abdullah Buxari gətirir sahabənin sözün. Baxın, Zübeyir ibn Avvam radiyallahu anhu, sahabə, böyük sahabələrdən. Həyat yoldaşı Əsma binti Əbu Bəkir radiyallahu anhə, onun həyat yoldaşı. Yoldaşı söyləyir ki, Zübeyir mənimlə evlənəndə onun torpağı, malı, mülkü heç nəyi yox idi. Sadəcə bir dənə atı var idi Zübeyrin. Yoldaşı öz həyat yoldaşın tərifləyir, ondan danışır. Bu da qadınlara bir tövsiyədir ki, əllərinin, iyiblərin açmasınlar. Əllərinin xeyir işlərindən danışsınlar. Yaxşılıqlarından danışsınlar. Baxın Əsma radiyallahu anhya, Əbu Bəkrin qızı radiyallahu anh. Onun deyir, heç nəyi yox idi, sadəcə bir dənə atı var idi. Mən onun atına yem verirdim, dən üyüdürdüm. Quyudan atına su çıxarırdım deyir. Və həmçinin xəmir yoğururdum. Ancaq çörək bişirməyi bacarmırdım. Yəni, bacarmadığı bir işi deyir. Yəni, onun qüsuru var idi. O da nə idi? Ancaq çörək bişirməyi bacarmırdım. Xəmiri yoğurub qonşu ənsardan olan qadınlara verirdim. Onlar mənim üçün yemək bişirir, çörək bişirirdilər. Sonra söyləyir ki, Əsma radiyallahu anhə, onlar necə də yaxşı qadınlar idi. Şeyx buyurur ki, Zübeyir radiyallahu anhu bu məsələyə görə Əsma radiyallahu anhəni heç zaman qınamazdı, təhqir etməzdi. Ki, sən niyə çörək bişirə bilmirsən? Qonşun qadınları çörək bişirir, sən bişirə bilmirsən. Heç vaxt deyir, belə deməzdi. Əksinə onun etdiyi yaxşılıqları xatırlayardı Zübeyir ibn Avvam radiyallahu anhu. Fikir verin. Çünki deyir, mən onu atın yemləyirdim, həmçinin dəyirmanda onu edirdi, atından su çıxarırdı və onun bir dənə atı var idi, mülkündən ona baxırdım. Zübeyir radiyallahu anhu da onun etdiyi bu yaxşılığa görə çörək bişirməyinə göz yumurdu. Hər səfər xamırı mən eləyirdim, verirdim qonşu ənsar qadınlara, onlar çörəyi bişirib bizə verirdilər. Bax, qardaşlar, heç Zübeyir radiyallahu anh təhqir etdiyi, heç atasına nəsə söz dediyi, qardaşın təhqir etdiyi qadını təhqir etdiyi etmədi. Çünki bilirsiniz niyə? O Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin tələbəsi idi. Bax, sələflər bizim üçün gözəl örnəkdirlər. Biz də onların yolu ilə geçsək, Allahın izni ilə ailələrimiz xoşbəxt olacaq. Allahın izni ilə bu tərbiyə ilə gənclər, cavanlar tərbiyələnsə, yetişdələr, boşanmanın qarşısını alacaq. Allah qorusun, boşanma artıq böyük bir həddə satır. Evlənənlərin sayından daha çoxdur. Və səbəblərdən də biri budur. Kişi öz ailəsinə xoş rəftar etmir. Və Allahdan istəyirəm ki, Allah subhanahu wa ta'ala bizi də bu sözlərə eşidib, Allah Rasulunun bu sözlərin, bu həyat tərzini eşidib, əməl edən kəslərdən etsin. Və Allah subhanahu wa ta'ala bu məclisi xeyirli etsin, bərəkətli etsin, qardaşımızı xoşbəxt etsin, salihlərdən olan zürriyyət bəxş etsin olaraq. Əqulu mə təsməun və estəğfirullah li və ləkum və lisəyil-muslimin min kulli zəm və estəğfiruhu innəhu vəl-ğafurur rahim.